Sələflər deyərdilər ki, o zaman elm nə zaman şərəfli olur? Elm o zaman şərəfli olur ki, baxırsan ki, o elm nəyə nisbət olunur? Məsələn, dünyəvi elmlər, riyaziyyat olsun, fizika olsun, kimya olsun, bunlar nə üçün öyrənilirsə ona görə dəyər qazanır. Allahın elmi ən şərəfli elmdir. Niyə görə? Kimə nisbət olunur? Allaha. Allaha nisbət olunur. Allaha və Rasuluna nisbət olunur. Bu şəriətə necə də dəyərli olmasın. Ona görə də qardaşlar, alimlərdən bəziləri deyərdilər ki, elm rahat bədənə daxil olmur. Elm rahat bədənə daxil olmur. İnsana görə ola bilər, əziyyət çəkəsən, ola bilər, bildiyin şeyi yadında saxlamayasan, ola bilər tez unudasan, amma yenə də o qətiyyətini sındırmamalısan. Yenə də davam etməlisən. Sələflərdən biri deyir ki, neçə illər deyir, elm tələb etdim başqa bir bəldədə və sonra deyir, bezdim deyir, öyrənə bilmirdim, heç nə əldə edə bilmədim. Və sonra deyir, evimə qayıtmaq istədim deyir. Yolda deyir, bir mağaraya girdim. Gördüm ki, mağarada deyir, daş parçası var və onun üzərinə damcılayan yuxarıdan su var. Və su deyir, o qədər damcılamışdı ki, o daş parçasını içini deşmişdi deyir, oymuşdu. Və sonra fikirləşdim ki, bu yumuşaq daş, bu yumuşaq su, bu möhkəm daşı dəfələrlə üzərinə düşərək deşirsə, mən də bu elmdən nəsə əldə edə bilərəm, əgər qətiyyətli olsam. Və qayıdır yenə elm tələb eləməyə və ümmətin alimlərindən olur. Ona görə də siz olun qardaşlar. Nə vaxtsa şeytanın sizə gəlib vəsvəsə verə bilər. Sənlik deyil, sən öyrənə bilməzsən, bu ağırdır, bu ərəbcədir, bu nə bilim nədir, bu dinin əhkamları çoxdur. Lakin siz yenə də siz olun, o qətiyyətdən vaz keçməyin. Siz olun, Allahın dinindən vaz keçməyin.